Döyüş yoldaşımız var idi. O Kamazın birinin şəxsiyyəti yarısı düşmüşdü, yarısı belə düşənə yaxın Kamazın birini vurdu, orada məhv elədi. Yəni Kamazı həqiqətən də göyə soruldu. Çox bəlkə də deyərdim ki, yəni orada vahiməli bir şey yarandı. Kamaz təsəvvürünüzə gətirin ki, o belə Kamaz 20 metr qalxdı hündürlüyə alovlu şəkildə. Bir də təzədən düşdü aşağı. Çünki həmən Kamazın içində sursatları da var idi onların, mərmiləri var idi, güclü partlayış oldu orada. Və bunlar başladılar təpənin özlərinə sığınacaq. Çünki öz ərazilərdə tanıyırlar, başladılar sığınacaq. Kimi keçdilər təpənin arxasına artıq bizimkilər orada belə deyək, meşənin içində əlverişli bir şərait yaranmadı. Məcbur idik ki, bunların arxasından neyniyək, fırlanaq, manevr eləyək. Bizim qrup belə deyək, bunlarla üzbəyüz atışır, bunların başını qatır, qarşısını alır. Digər qruplar, 2 dənə qrup, bunların sağından solundan manevr eləyib, arxasından keçib, bunları məhv eləməlidirlər. Elə məsafəmiz gəlib ki, bunların 30 metr məsafəmiz var bizim və hiss edirik, bunların qışqırışmağıdır, qumbaranın hara düşməyidir, bunların necə olmağını artıq biz hiss edirik. Və 6 nəfər belə sep şəklində asılmışıq, üzü bunlara tərəf, sağımda şəhidimiz rəhmətlik Sınavı Bəxtiyar idi, bizim qrup komandiri idi, leytinant. O idi, mən idim, solumda Cavad, digər yoldaşlar da xidmətdə olan yoldaşlardır, hansı ki, indi xidmət edirlər. Belə deyək, Bəxtiyar o qədər belə hisli, gözü dönmüş uşaq idi, yəni heç nə vecinə deyildi o adam. O artıq qalxdı, qumbaranı çəkdi üstündən, qalxdı, bunlara atdı və atanda silahına çəkib atılandı ki, bunu vurdular. Bunu vurdular, onun başından güllə dəydi, yıxıldı yerə. Yıxılanda biz də indi atışırıq hələ. Belə sağa baxdım, gördüm Bəxtiyar yana uzanıb, əlimi atdım, yavaşca çəkdim aşağı, gördüm ki, mənim artıq başından girib, heç nə eləmək olmadı. Uşaqlara dedim, ya şəhidimiz var. Bir nəfər gəldi mənə kömək, Bəxtiyarı çəkdi, biraz yavaş qoyduq, belə deyək, təpənin aşağı hissəsi var idi, ora. Və döyüşə davam elədik. Artıq bunların, belə deyək, içlərində snayper də var idi, hansı ki, yerləşib, təpənin başında yerləşmişlər və bizi görürdülər. Həmən momentdə bizim indi qazimiz var, mənim də yaxın döyüş yoldaşımdır, çox ürəkli olan idi. Babayev Cavad. Onun ayağından dəyir, snayperi vurur, ayağını təsəvvür edin ki, sümüyü bir-birindən ayırır.